Hörmətli izləyicilər, bugün 24 aprel 2025-ci il tarixidir. Bura Şəmkir rayonu Qılışbəyli kəndidir. Qılışbəyli MMC sahibkar Rüstəmov Kəramət Şəmmədoğlu'nun istixanasındayıq. Bu istixana 6 hektardan ibarətdir. Burada istixanaya Azərşığın Şəmkir şöbəsi ziyanlıq vurubdur. Bununla da bağlı bizi dəvət ediblər. Biz də bununla bağlı hansı ki istixanada işləyən vətəndaşların, sakinlərin dillərindən eşidək. Özümüzü təqdim edək növbədə. Həbullayeva Şöblə Əl-Məhəmməd qızı. Bu istixanada aldığımız məlumata görə ayın 14-dən 15-nə keçən gecə şiddətli yağışlar dövründə işığı söndürüblər 10 saat müddətində. Söndürdülər. Bəli, bizə xeyli ziyanlıq vuruldu. Bununla bağlı nə deyə bilərsiniz? Mən o göstərəcəm o hansı ki o istixananın özündə göstərəcəm onu. Amma bugünkü gündə siz bununla bağlı nə deyə bilərsiniz? Burada neçə nəfər işləyir ilk növbədə? İlk növbədə Neçə nəfər işçisi var? 20 nəfər işçimiz var. 20 nəfər yerli sakinlər bu sahibkarın burada 20 nəfər ailəyə işlədir və bəli, buradan maaş alır. Bəli. Buradan dolanır da 20 nəfər ailə. Bizi dinləyən məmurlarımızdan xahiş eləyərdik ki, yəni işığa, qaza baxan məmurlarımızdan xahiş eləyirik ki, burada bu boyda az təminatlı ailələr işləyir. Cənab Prezidentimizin dəfələrlə televizorda qulaq asırıq. Mehriban xanımın dediklərini eşidirik televizordan ki, sahibkarlara yəni nə lazımdır onlara yəni dəstək olsunlar. Bu boyda ailə, yəni az təminatlı ailələrimiz var. Burada qazi analar var, veteran analar var. Az təminatlı ailələr işləyir. Bizə bəli, o yağış yağanda həm işığımıza, həm qazımıza nə qədər ciddi bizim məhsulumuza ziyan dəydi. Biz də elə vəziyyətdə qaldıq ki, yəni hamı bura gözünü tikir. Görürsən ki, yəni buradan xeyir götürməyəndə az təminatlı ailələr də vəziyyətdə ağır olur. Maaşımıza görə narahat oluruq. Yəni bizi nəzərə alsınlar. Biz də bu xalqın vətəndaşlarıyıq. Cənab Prezidentimizdən xahiş eləyirik ki, əgər bizi dinləyirsə, Mehriban xanımla xahiş eləyirik ki, bizə bu barədə qazımıza, işığa oturan məmurlara yəni ciddi tədbirini görsün ki, biz də narahat olmayaq. Sizə ziyanlıq verməsin. Bəli, bəli, verilməsin. Hörmətli izləyicilər, gördüyünüz kimi ayın 14-dən 15-nə keçən gecə şiddətli yağışlar dövründə 10 saat müddətinə işığı söndürüblər. İşıq sönən vaxtı bunların generatoru 2 ay əvvəldən xarab olubdur, işlək vəziyyətdə olmayıbdır. Bununla da bağlı istixanaya çox ciddi ziyan dəyibdir. Bu ziyanın dəyməsi ilə də bağlı mən sahibkara məsləhət gördüm ki, o rayon rəhbərliyinə məlumat versin. Rayon rəhbərliyi qiymətləndirmə ilə bağlı bura komissiya göndərsin. Həmin komissiyada burada qiymətləndirmə aparsın. Sahibkara nə qədər zərər dəydiyini hesablasın. Həmin arayışla bağlı, həmin rəylə bağlı məhkəməyə müraciət olunsun. Məhkəmə də qanun tərəfində olaraq ciddi tədbirlər görsün. Bununla da bağlı biz dediyimiz kimi sahibkara yardımçı olaq. Biz də burayla dolanırıq. Vallahi pensiya almırıq, eləmirik. Gözümüzü bura tikmişik. Gözümüzü bura tikmişik. Savxozluq, talxozluq, fabrika gəlir. Çörəyimiz buradan çıxır. Xahiş edirik bizə köməklik eləsinlər. Bəli, sahibkarlarımızı nəzərə alsın, dəyən ziyanını ödəsinlər. Xahiş edək, rayon rəhbərliyi. Sahibkarın şikayəti.
bundan bağlıdır. 10 saat işıq verilməməsinin nəticələri. Siz də şahid olursunuz. Nəmişlik istixananı bu vəziyyətə salıbdır. Şahid olursunuz. Demək olar ki, bir neçə hektar istixana bu vəziyyətdədir. Şahid olun. Buna ölkə rəhbərliyi hüquqi qiymət verməlidir. Çiçəkləri də görürsünüz. Nəmişlikdən bu çiçəklər, məhsul verən çiçəklər məhv olubdur. Özünüz görürsünüz. Burada 10 saat müddətinə işi olmadığı üçün nə istilikdən istifadə eləmək olub, Ne de derman vurabildik. nə də dərman vura biliblər. Bir şey olmadı. İndi görürsünüz. Sabah Burada- sonra gördü yanlış yani. Siz danışın. Gəlin danışın, görsədin bunu. Bax, nə olur, nədir bunlar? Bunlar hamısı şeyxin əlamətdir. Yağış yağırdı. 2 gün şiddətli yağışlar yağdı. O həmin Bəli, dövrdə ha. olub da. Həmin dövrdə oldu. Gəldilər işığı qəfil kəsdilər. Hə. Kəsdi sonra nə pec yandı, nə də ki dərman vura bildik. Bütün işimiz dayandı. Vəziyyət də ortadadır, göz qabağındadır. Ay biz o hansı ki o məhsul verən çiçəkləri göstərdin də. Bax buranın Sonra bizi bunlar göstərdin. hamısı bir xiyardır, bir məhsuldur. İndi yanıblar. Ha, deməli, Bunlar hamısı bir məhsuldur. ha bunu da görsün. Bu da var da, bunlar da var. Bunlar hamısı qaralıb, çiçəklər Bunların hamısı hərəsi, qaralıb. ha, deməli Bunların bunların hərəsi hərəsi bir xiyar, bir məhsuldur. Ha. Bunlar gör nə qədər ziyan vurublar. deməli bir o hansı ki ştildə nə qədər xiyar, Təxminən bu ümumilikdə bir 300 ton xiyar məhv oldu. eləmi? Bəli. Ha. Ha deyirsiniz ki, bununla bağlı rayon rəhbərliyinə heç bir məlumat verməyibsiniz, Xeyr. müraciət eləməyibsiniz. Xeyr. Mən təkrar yenə də deyirəm sizə. Rayon rəhbərliyinə müraciət eləməlisiniz. Rayon rəhbərliyi komissiya yaratmalıdır. Gəlib bu istixananın hal-hazırdakı vəziyyətindən tanış olmalıdır. Qiymətləndirmə aparmalıdır. Siz deyirsiniz 300 ton burada ziyanınız olubdur. Həmin komissiya gəlib burada bununla bağlı sizə rəy verməlidir. Siz də həmin rəylə bağlı məhkəməyə müraciət eləməlisiniz. Məhkəmə də hansı ki bu paniki bu günə salan Azərişığın Şəmkir şöbəsi haqqında ciddi tədbir görməlidir və ölkə rəhbərliyi də yenə də deyirəm, sahibkarlara zülm edən hər hansı bir məmuru cəzalandırmalıdır və digər sahibkarlara da gələcəkdə heç bir məmur bu haqda ziyanlıq verməsin. Yenə də şahid olursunuz. Demək olar ki, bütün istixana bu gündədir. Bir daha şahid olursunuz. Bir dənə xiyar ştilində cəmi 2 ya 3 xiyar var. Yerdə qalanları hansı ki məhv olubdur. Baxa bilərsiniz. Hamısı balaca, onlar böyük xiyar ola bilərdi. Bəli, Lakin bəli, bəli. O səbəbdən hamısı Ha, yandı. demək olar ki, burada bu xiyarların əksəriyyəti Bəli, hamısı yandı ki, çiçəklərin hamısı yandı, getdi. Bəy qadınlar dediyi kimi burada 20-dən çox ailə sürək gedir bu kənddən. ha, bu istixanada Yəni, 20 nəfər ailə işlə təmin olunubdur. bəli. Yəni onların sürək yeri buradır. Onlar gedib indən sonra nə zavodda işləyə istəyirlər, nə biz başqa bir sahədə işləyə istəyirlər. Onların sürək yeri buradır. Biz sadəcə bilmək istəyirik ki, bunlar əhalinin çörəyini niyə kəsirlər? Niyə imkan vermirlər ki? Ha, sahibkarlara zülm edirlər. Sahibkarı o hala salırlar ki, sahibkarlar ziyanlıqla çıxmalıdır. 16 ildir heç bir problem yoxdur. İndi nə oldu? Gəldilər bunlar sənətdə problem axtarırlar. Burada da yenə çiçəkləri göstərdim sizə. Bu çiçəklərin əksəriyyəti görürsünüz ki, qurumuş haldadır.
Burada da yenə çiçəklər qurumuş haldadır. O çiçəklərin hər biri bir məhsul olmalı idi, bir xiyar verməli idi. Bu da sahibkarın gəlirlə çıxması ilə nəticələnərdi. Bu da işçilərə də yüksək maaş verə bilərdi. Halbuki vəziyyət belə olduqda burada işləyən işçilərə də yüksək maaş verə bilmir. Bəli, buyurun, eşidirəm sizi. Bizə belə məmurlar zulm verirlər. Şəmkirdə İşıq İdarəsinin rəisi Mehman müəllim. Şəmkirdə bizim kənddə möhkəm yağışlar yağırdı. Bizə də işıq lazımdır ki, ataplerlə yansın ki, nəmişli götürsün. Bizim də generatorumuz xarab olubdur, işləmir. Səhər saat 8-də gəlib kəsirlər, 8-9 arası. Bu axşama qoşulan vaxt artıq gec idi. Tam nəmişli canına köşmüşdü xiyarın. Salafandan yağış dökülürdü. Bu xiyarədəki nəmişlik 1-2 saat bəşər eləyir. Canına keçdi, qutardı, mümkündür saxlamaq. Həmin vaxtda bax, bütün xəstəlik görürsünüz, bax, bütün xiyar yandı. İri xiyarlar dözür. Xırda xiyarlar. Bir dənə şitildə, məsəl üçün, bir baxın da, bax, bütün hamısı yandı. 5-6 xiyar burada. Bunların hər biri bir xiyardır. 130-140 qram. Bir yaxından gəlin, baxın, bütün hamısı, bax, fikir verin, bütün çiçəklər, bax, gördüm ki, hamısı yandı, nəmişlikdən. Fikir verin, bir dənə xiyarda heç olmasa 40-50 xiyar məhv oldu. 40-50 xiyarın, məsəl üçün, 20 dənəsi qoy xarafa çıxsın, 30 dənəsini mən onu götürməli idim, yığmalı idim. O da görürsünüz, bax, bütün hamısı, fikir verin, hamısı yandı, nəmişlikdən. Görsən elə yuxarıda mı görsəniz? Yuxarıda görsəniz. Bütün bax girsən, təmiz yandı. Bizim harsada 300 ton aşağısı malımız yandı. Hər şaxta 30 xiyar, 130 qram, 140 qramdan beylir 5 kilo. 5 kilonu da vuranda 100 min iştildi. 500 ton elir, biz 300 ton götürürdük. Bax, belə bir vəziyyətə saldılar bizi. Sonra gəldilər, həmin günü gəldilər, yağışlıq günü, axşam açdılar bunu, uca gec idi. Nəmişlik canına çəkib. Bununla da bağlı bir daha ölkə rəhbərliyinə müraciət edirəm. Cənab Prezident, sizin məmurlar sahibkarlara zülm edirlər. Bu haqda ciddi tədbir görün. Hörmətli izləyicilər, bura Şəmkir rayonu Qılıçbəyli kəndidir. Qılıçbəylidə sahibkar Rüstəmov Kəramət Şəmmədoğlu'nun sahəsindəyik. Qılıçbəyli MMC yaradıbdır bu sahibkar. 2009-cu ildən bu gördüyünüz transformatoru, digər tərəfdən generatoru var burada. Bununla bağlı sahibkara suallar ünvanlayacağıq. Sahibkar da bizə suallarımızı cavablandıracaq. Qılıçbəyli MMC-ni nə vaxt yaratmışsınız? 2008-ci ildə Dəyirman adından yaratmışsınız. Dəyirman adından yaratmışıq. Sonra aldığım məlumata görə Dəyirman baş tutmuşdur, Dəyirman işə sala bilmişsiniz. Onun yerində 6 hektar istixana salıbsınız. Bu transformatordan da həmin istixanaya istifadə eləmişik. Bugünkü probleminiz nə ilə bağlıdır? Bugünkü problemimiz onunla bağlıdır ki, bir xeyli vaxt ki, Bir də sündürdən xahiş edirəm. bir xeyli vaxtdır bizim işimizi dayandırırlar. Səbəb nə göstərirlər? Səbəb göstərirlər ki, bu heç bir, yəni bu onunla əvvəl Qanunvericiliyə uyğun deyil də, yəni belə çıxır. Hə. Adını nə göstərirlər bugünkü gündə işinizin dayandırılmasıyla bağlı? Səbəb nə göstərirlər ki? Dayandırılmasıyla bağlı səbəb göstərirlər ki, bu MMC-yə aiddir, Xanikə aiddir. Ha, yəni ki, Dəyirman adından açıbsınız, amma bugünkü gündə siz istixanaya buradan işıq verə bilməzsiniz. Və sahibkar hər bir şey görə bilər. Onun üçün də deyirik, siz hər bir istixana üçün başqa, dəyirman üçün başqa texnik şərtlər almalısınız.
Əgər sahibkarın ilk növbədə əgər dəyirman adından açılıbsa, dəyirman işdə baş tutmuşsa, 2008-ci ildən bu günə kimi işlənibsə, niyə tələb olunmurdu ki, buna texniki şərt almaq lazımdır? Amma bugünkü gündə gəlir tələb edirlər ki, texniki şərt Bizim üçün də almalısınız. maraqlı elə budur ki, bu vaxta qədər biz 6-17 ildir ki, bu transformatordan şəxsiyyətdən Bəli, şəxsi istifadə transformator. eləmişik. Bugün gəlib bizə pretенziyalar qoyurlar ki, bu məqsədə uyğun deyil. Sizin hər biri üçün texnik şərtiniz başqa olmalıdır. İndi siz şikayət edirsiniz ki, ayın 14-dən 15-nə keçən gecə o hansı ki şiddətli yağışlar oldu burada. Bəli, bəli. Hə, həmin vaxtda qəsdən sizin işinizi dayandırıblar 10 saat müddətinə. Bəli. 10 saat müddətində də ki, sizin istixanaya güclü zərər dəyibdir. Zərər dəyibdir. İndi o zərərin hesablanmasından bağlı rayon rəhbərliyinə müraciət elədinizmi ki, qiymətləndirmə aparılsın ki, istixanaya nə qədər zərər dəyibdir? Hə, o vaxtda rayon rəhbərliyinə müraciət edirsiniz, rayon rəhbərliyindən gəlirlər, yerində qiymətləndirmə aparırlar ki, istixanaya nə qədər zərər dəyibdir. Onunla da bağlı siz məhkəməyə müraciət edə bilərsiniz, aidiyyatı qurumlara müraciət edə bilərsiniz, ölkənin başçısı prezident Cənab İlham Əliyevə müraciət edə bilərsiniz. Sahibkarlara zülm eləmək, elektrik enerjisi verməmək sahibkarın bu boyda ziyana düşməsinə səbəb olur. Bununla da bağlı aidiyyatı qurumlara müraciət edin. Yaxşı, indi bugünkü gündə siz tələbiniz nədir? Nə etmək istəyirsiniz? Tələbimiz budur ki, biz bilmirik nə edək. Mən sizə indi sual ünvanladım. Ayın 14-dən 15-nə keçən gecə deyirsiniz, o şiddətli yağışlar dövründə sizin işinizi dayandırdılar. Xəttimiz dayandırılır. Hə, yaxşı, onda generatorumuzu niyə işə salmadınız? Yararsız vəziyyətdədir. Hə, nə vaxtdan işləmir generatorumuz? Telefonumuz demək olar ki, 2 aydan artıq ki, dayanır. Ha, yəni detalları tapılmır da. Bəli, bəli. Bir dənə xahiş edirəm o çək. Bu